Azərbaycanda dini vəziyyətin təsbitini verib odur ki, günahsız insan konsepsiyası var. Falan kəs pleyada düzəldiblər. Ya Quran deyir ki, insan acizdir, zəifdir, tələskəndir, insan qüsurludur, qüsursuzluq ancaq Allaha aiddir. Adam insanların beyninə yeridir ki, falan iman var, ha, o qüsursuzdur. Baxın, Azərbaycanda tarix dinin parçası kimi insanlar, bunun ən incə yeri buradır. Kamran bəy, bunun üzərində dayanmamız lazım. Baxın. Buyur. Əbu Bəkirin həyatı din deyil, əziz insanlar, gözəl insanlar. Ömərin həyatı din deyil, Ayşənin həyatı din deyil, Fatimənin həyatı din deyil, Kərbala din deyil, Hüseynin həyatı din deyil, tarixdir. Təbii, və də onu demək istəyirəm, bir onu deyirdim, tarixi insanların amma həyatıdır. Şuurlu şəkildə tarixi dinin parçası kimi millətin beyninə yeridir. Bax, adam deyir ki, tutaq ki, məsələn, Kərbala torpağını sevməsən cəhənnəmə girərsən. Ya Kərbala dinin parçasıdır. Kərbala tarix. Hüseyin böyük adam, böyük şəxsiyyət, Peyğəmbərimizin nəvəsi zülmə qarşı dirənir. Bax, burada sizə bir şey deyim də. Bu Hüseyin üçün ağlayanlar var. Heç biri zülmə qarşı dirənmirlər. Dirənmirlər. Yox, öksün olaraq Qarabağ savaşı qəbul eləmirlər. Çox, mən hamısını danışmıram. Ya sən gətirib bütün sahabələrin həyatını, bütün Kərbəlanı, bütün tarixi, Əməviləri, onu, Abbasiləri gətirib qoymuşsan dinin içərisində. Baxın, Azərbaycanda dini həyatın tərkib hissəsindən biri nədir? Yas dinin parçasıdır. Bax, yas nə deməkdir? Öldüyün pul başlayır. Kəfən pulla. Dəfin edirsən, baxın, Azərbaycanda, əziz dostlar, Azərbaycanda qəbri yeri satılır. Yox, cəmaata bir 40 gün yiyib içmək verir. Bu dini kontara baxır. Torpaq sənin dədənindir, bu adamın atası ölüb də, torpağı buna sən necə sata bilərsən? Belə din olabilir mi? Deyirəm ki, Türkiyədə bütün bu işlər havayıdır və həmən dediyiniz vakfın, bələdiyyələrin hesabına... Bələdiyyə qəbirstanlıqları qoruyur. Kamran bəy, mədəni dünya belə olmalıdır. Gülün çiçəyin içində də hər şey, qəbirlər də bir-birinə fərqli deyil. Baxın, öldüymü? Kəfən pulla, yumaq pulla, torpaq yeri pulla, 3 pulla, 7 pulla, 40 pulla, qara bayram, ağ bayram, göy bayram, hamısı... 40'ı bağlamaq var ilərində. Bax, fikir verir. Mərmərlər pulla. Baxın, bunu hər... Məscidin yanında restoran var bugün Azərbaycanda. Mən də soruşuram, siz Allah Rəsulunun ümmətisinizsə, Allah Rəsulunun məscidin yanında restoran var idi. Bax, Elşad bəy oturub da burada. Bütün ilahiyyatçılara meydan oxuyuram. Allah Rəsulu heç bir ölüyə Quran oxumayıb. Faktınız varsa deyin oxuyun. Amma o ilahiyyatçı deyəndə mən ilahiyyatçıyam da, necə meydan oxursun, mən də o fikirdəyim. Yox, o mənə demirəm. Yəni ki, bu, bütün ilahiyyatçılar sizin kimi düşünmür axı. Bəli, düzdür. İlahiyyatçıların çoxu... İlahiyyatçı deyir ki, Quran oxumasan olmaz deyir. Peyğəmbər heç bir ölünün başında durub təlqin verməyib ona. Adam ölüb, ya ki, adam düşün, ağıl ölməsi belə bir şeydir, Kamran bəy. Adam ölünün eşitdiyinə inanır. Deyirəm ki, sən bunu diri-diri dəfn eləmişsən. Baxın, Peyğəmbər 3 keçirməyib, məsuliyyətlə söyləyirəm. Əgər fakt olan varsa göstərsin. 7 keçirməyib, cümə axşamı yox, 40 yox. Amma keçirsəydi mütləq keçirməliydik mi? Yox. O da qəşəng sözdür. O da gözəl sözdür. Baxın, Peyğəmbərin hər şeyi sünnə deyil. Təbii. Peyğəmbər nə yeyib, o məni maraqlandırmır. 7-ci əsr və başqa... Peyğəmbərin geydiyini siz Sibirdə müsəlman olan bir adama geyindirə bilərsiniz. O 60 dərəcə şaxtada ərəb kimi necə geyinəcək o? Ya Peyğəmbərin... Məncə, indi Saudi Ərəbistanda da biraz başqa cür geyinsin, o rahat olanlar. İnan, başqa cürdür onsuz da. Onların bu günlərin cələbiyyələri Peyğəmbərin geyindiyi dövrdəki Təbii, o əmmamə dəyişir. Odur ki, geyim, diqqət, dinin parçası deyildir. Ümumiyyətlə belə deyil, İslamın uniforması yoxdur. Xəlifəlik dinin parçası deyildir. Heç bir sahabənin, o cümlədən 4 xəlifənin həyatı, fəaliyyəti dinin parçası deyildir. Baxın, dindəki bir özəllik budur, baxın. Duyğusal bizdə din. Rasional din yoxdur. Nədir duyğusal? Şaxsey, vaxsey. Başına döy, sinənə döy, kürəyinə. İndi bir sən deyil. Biraz da musiqini ver orada. Musiqini verirlər, orada mərsiyə deyir. Cəmaat dağılır. Yəni, nəyə ağlayırsan? Deyir ki, məsələn, Peyğəmbər Məkkədən Mədiniyə getdi, başlayır ağlamağa. Burada ağlamalı bir şey var. Baxın, bu duyğu sömürüsüdür. İnsanların bunu din kimi, o mərsiyələri, o sinə döyməni, deyir ki, Hüseynə görə zəncir vuran cənnətə girəcək. Baxın, biri rəsmən belə çıxış edir, xütbə oxuyur. Deyir ki, bir adam Həzrəti Hüseynə şeir yazsa, o şeiri dinləyərkən kimin gözündən yaş gəlsə cənnətə girəcək. Əvvəldən bilirdi o kim hansı cənnətə gedir, kim getməyəcək cənnətə. Ya Allah Quranda... Yəni, Mozart, Beethoven orada olmayacaq, Einstein orada olmayacaq, çünki onlar ağlamayıblar o məqamlar üçün. Siz belə, orada Rutherford olmayacaq, Pascal olmayacaq, Einstein olmayacaq, Tesla olmayacaq. Allah Quranda cənnətə gedir, ağlayan, armaqlı vuran gevur olur. İman və salih əməl. Bəli.
Yəni insan olmaq da, insan olmaq. Bu İndi bax bunlar İnsan olmaq əməllə göstərmək əsas. Bəli. insanlıq nədir? Mərhəmətlisənsə insansın. Ya Yəhudi cənazəsinə görə ayağa duran Allah Rəsulu var. Yahudi cənazəsini Bax